Salam dostlar, bugünkü dərsdə biz yenə MC-2 blokundan danışacağıq və bu dərsdə biz çalışaq klapanı açaq bağlayaq. Normal işləyirsə artıq siz bu dərsi şablon kimi, yəni nümunə kimi gələcəkdə istifadə edə bilərsiniz. Hər hansı bir klapan ya da pumpın idarə etməsində. Və gəlin bizim proyekti açaq. Bir dənə yoxlayaq, baxaq. Bizdə deməli mod 1-də open, close, bunlar statuslardır və output komandalarda open, close vardır. Yəni də bizim değeri 7-yə baxaq. Valve logic, bir dənə logic var burada. Burada biz neyle işləyik? Tamam, bunlar düzdür. Və burada dostlar, burada bunların hamısını istifadə edeməyəcək. Mən sadəcə sizə tam olaraq logikanı izah eləməyə çıxdı. O birinci şəklimiz vardı. Deyəmin də onu tapım. Hə dostlar, bu şəkil üzərindən izah elədim ki, siz hansı logiki yazsaz, o yazdığımız logik default logikdir. Bu dərsdən də klapan açılıb bağlanmasını yoxlayacaq. Amma bu default logik siz gələcəkdə hansı bir klapan idarə etmək istəsəz və da pumpı idarə etmək istəsəz, onu default kimi götürə bilərsiniz və bilirsiniz ki, bu blokda bu parametrlərin hamısının, bir girişlərin hamısının və çıxışların çıxışı var, istifadə edə bilərsiniz. Və qaydaq bizim simulatora. Və burada dostlar, deməli, biz baxmaq istəyirik bura. Və burada bir məsələ də var, onu da izah eləmək istəyirəm sizə. Deməli, inputda var, görürsünüz, PV bərabərdir NV yaxud da MTM. MTM bizdə nədir? MTM timeout. Bizdə məsələ klapan bağlananda, yaxud da açılanda, onun açılma və bağlama vaxtı sonsuz deyil. Yəni sistem də bunu sayır, yaxud da siz bir proqramçı kimi onu tənzimləyə bilərsiniz. Tənzimləmə yox, müddət qoyursunuz. O müddət ərzində klapan bağlanmalıdır. Adətən sistemlərdə siz onu qoymayanda watchdog timer deyirlər, o başlayır işləməyə və proqramın siklı bilirsiniz və circle özünün öz vaxtı var. Hər bir proqramın fərqi yoxdur. Yəni proqram çox vaxt bir əməliyyatı sonsuz gözləyə bilmir. Onun da vaxtı var gözləməyə. Baxmayaraq ki, onun məsəl üçün prioritysi vaxt yüksək ola bilər. Yenə də onda gözləmə vaxtı var. Və bu vaxt bitəndən sonra artıq proqram ya sizdə error verir, yaxud da mesaj göndərir ki, məsələn, fan klapan bağlanmadı, yaxud fan pompa koda düşmədi. O feedback siqnalı gözləyir. Buna da deyirəm masking time deyirik biz buna. Siz onu burada yoxdur onun sazlanması. Burada azızda MTM 10 yazmışam. 10 saniyə əlavə eləmişəm. Bu da bir nümunə kimi yadınızda qalsın. Məsəl üçün klapan sizə bağlanmalıdır 30 saniyə. Siz əlavə 10 saniyə feedback siqnalı əlavə edirsiniz ki, klapanın bağlanmasında əgər klapan həqiqətən bağlanırsa və orada sonsuz switchlərdə, sonluq switchlərdə, konfliktlər deyirlər, üstündə problem varsa, o sizə siqnal göndərməyəcək. Bu fiziki qüsurdur. Biri də var ki, klapanın həqiqətən, bu birinci fiziki qüsur şeyə aiddir, siqnallara aiddir. Bu ikinci dediyim qüsur klapanın özünə aiddir. Həqiqətən klapandansa problem var və o gec bağlanır. Bu ikinci birbaşa klapana aiddir. Və siz orada onun vaxtını çoxalda bilirsiniz ki, feedback siqnalı gec gəlsin biraz. Tamam, bunu update eləyək və save verək. Save. Baxaq, bizdə problem çıxmayacaq. Yox, dostlar, problem çıxmadı. Tamam, buranı bağlayaq və bizim simulatora start verək. FCS. Test function. Bəli dostlar, simulator artıq hazırdır. Yükləmə tam olaraq başa çatdı və buranı bağlayaq. Minimize edeyim bütün pəncərələri və plant, FCS. Değer 7'ye gəlirik. Dostlar, değer 7'ni açdıq. Gəlin buranı biraz balacalaşdıraq.
Və bizə lazımdır. Deməli, gəlin tuning parametrlərinə baxaq görək biz komanda verəndə oynama var bizim siqnallarda yoxsa yox. Gələk, biraz balaca astıraq. Süper bir hissəyə. Və open lazımdır bizə. Closed lazımdır. Və valve'ın özü lazımdır. Belə. Əslində bizdə closed'dadır da düzdür valve. Biz indi open komandası verəndə bizdə PV ilə indi arası 2-yə uyğun olmalıdır. Belə bir şey. Start verək. Open. Tamam, düzdür dostlar. Klafon bizdə işlədi. Və bir dənə də close verək. Və burada da görürsünüz qrafikdə artıq oynama var. MV və SV dəyişir və bir dənə də onda verək close. Tamam dostlar, hər bir şey işlədi. Təşəkkür edirəm hamınıza. Sizə də öyrənməyə də uğurlar arzu edirəm. Burada bir dənə də məsələ var, onu da göstərim sizə. Siz hansı modulda məlumat almaq istərsəniz, burada aldığınız simülatorda, bizim simülatorumuz özündə də burada tutorial var. Style Engineering tutorial var. Static Story View, Processing. Buradan da başlaya bilərsiniz. Search də edə bilərsiniz. Və kateqoriyaları seçib kateqoriyalardan da məlumat ala bilərsiniz. Station, məsələn, Station'dan məlumat almaq istəyirsiniz. Və növbəti dərsdə dostlar biz deməli keçəcəyik sizdən C64 blokunu Civil üçün və anons vermə siqnallarını keçəcəyik. Onları da keçib artıq mən sizə göstərəcəm ki, FCS-ə ümumiyyətlə kontrolerə nə tər məlumatlar yükləyirsiniz, offline rejimdə, istər online rejimdə və bəzi trikləri göstərəcəm. Ondan sonra biz keçəcəyik sizlə ProSafe sisteminə və ProSafe sistemində də bir neçə dərs keçib təzən bunu yoxluqlar ilə, yəni Center MVP ilə necə əlaqə qurasınız onu göstərəcəyik. Və belə dostlar, siz də bu dokumentləri oxuyun, sualınız olsa da bizə yaza bilərsiniz. Həm Taskclass saytından, həm YouTube kanalımızdan yaza bilərsiniz və virtual maşın lazım olsa, yəni Taskclass saytından müraciət edə bilərsiniz. Çox sağ olun, təşəkkür edirəm hamınıza.